Martın birində Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə az yağıntı ehtimalı var, çiskin olacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Temperatur gecə 0-2, gündüz 3-5 dərəcə isti olacaq. Naxçıvan ərazisində gün ərzində bəzi yerlərdə yağış, axşama doğru isə dağlıq ərazilərdə sulu qar yağacaq. Temperatur 0-5 dərəcə isti ehtimalı var. Azərbaycanın bəzi rayonlarında hava yağıntılı olacaq. Dağ ətəyi və dağlıq rayonlara qar yağacaq. Ayrı-ayrı yerlərdə intensivləşəcək. Gecə və səhər duman ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Temperatur gecə 0-4, gündüz 4-7 dərəcə isti. Dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağ ətəyi rayonlarda yollar buz bağlayacaq.